Azərbaycanda tükürpədici hadisə baş verib. Belə ki, 18 yaşlı Tahirə Hüseynova Sumqayıt şəhər perinatal mərkəzdə keysəriyyə əməliyyatı olunub və onun bir neçə gün sonra vəziyyəti ağırlaşdığından dərhal Bakı şəhərindəki mərkəzi klinikaya aparılıb. Çox təəssüf ki, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə Tahirə Hüseynova keysəriyyə əməliyyatından sonra onun 4 kiloqramdan çox qız övladı dünyaya gəlib. Hazırda evladının tibb mərkəzində müalicə və müayinəsi davam etdirilir. Onu da qeyd edim ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 18 yaşlı Tahirə Hüseynova Kürdəmir şəhərindən Ağsunun Cəlair kəndinə 16 yaşında gəlin köçübmüş və məhz o da erkən yaşda ailə qurmağın qurbanı olub. 16 yaşında ailə quran gənc ana keysəriyyə əməliyyatının qurbanı olub. Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini 2007-ci il dekabrın 14-də anadan olan Tahirə Sabir qızı Hüseynova faciəvi şəkildə dünyasını dəyişib. 16 yaşında erkən nicaha daxil olan gənc qız hamiləliyin ağır fəsadları nəticəsində keysəriyyə əməliyyatından sonra həyatını itirib. Məlumata görə Tahirə Hüseynova 2024-cü ilin 6 iyun tarixində cəmi 16 yaş 6 aylığında ailə qurub. Ailə qurduqdan qısa müddət sonra hamilə qalan azyaşlı qız 2024-cü ilin 21 noyabr tarixində ağrılarıyla Kürdəmir rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. 2025-ci ilin aprelin 18-də 38-39 həftəlik hamilə olan Tahirə Hüseynova Sumqayıt şəhərində qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı ailə sağlamlıq mərkəzinə müraciət edib. Aprelin 26-sında gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt şəhər perinatal mərkəzinin təcili və təxirə salınmaz yardım şöbəsinə yerləşdirilib. Müayinə zamanı qadının hamiləliyinin son mərhələsində olduğu və təcili müdaxilə tələb olunduğu müəyyən edilib. Həkimlərin qərarı ilə hamiləlik cərrahi yolla keysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib. Onun həyatı xilas etmək üçün reanimasiya və intensiv terapiya tədbirləri görülsə də, vəziyyəti ağır olaraq qalmaqda davam edib. Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub. Gənc ana daha sonra 27 aprel 2025-ci il tarixində Bakı şəhərində yerləşən mərkəzi klinikaya köçürülüb. Lakin həkimlərin zərərlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 4 kiloqram çəkidə sağlam qız uşağının vəziyyəti isə stabil qiymətləndirilir. 26.04.2025-ci il tarixində saat 01:40 radələrində 4 kiloqram çəkidə dünyaya gələn körpənin müalicəsi Sumqayıt tibb mərkəzinin nəzdində olan perinatal mərkəzin yeni doğulmuşlar şöbəsində davam etdirilir. Cinsi qız olan azyaşlının vəziyyəti stabildir. Tahirə Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq nəticələr patoloji anatomik müayinə və məhkəmə tibbi ekspertiza tərəfindən müəyyənləşdiriləcək. Hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Erkən nicah və azyaşlı anı ilə bağlı araşdırmalar davam edir. Qeyd edək ki, bu kimi hallarda azyaşlıların erkən nicaha daxil olması və hamiləlik riski ciddi fəsadlara yol aça bilər. Sosial qurumlar və dövlət orqanları bu cür halların qarşısını almaq üçün maarifləndirmə və hüquqi tədbirlərin gücləndirilməsini vacib sayırlar. Araşdırmalar davam edir. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.